ellerine kurban olayım. Onu sildin de kızım. Gördüm. Həm özüm dərs keçirəm, online məşğələ keçirəm, ibtidaiyə və 5-dən 9-cu sinifə kimi azəl ədəbiyyat. İbtidailərə isə həm Azərbaycan dili, həm riyaziyyat məşğələsi keçirəm. Həm də ki özüm dünən ödəniş etdim, bugündən artıq dərsə qoşuluram kurikulumdan. Xanlar keçən mən imtahan verdim və sırf özüm hazırlaşaraq kurikulumdan 12-dən yazdım. Amma düşünürəm ki, hər dəfə belə şanslı ola bilmərəm bəli birdən, bir ilmi daha heyf eləməmək üçün kurikulumdan məşğələyə qoşulmağı, yəni hazırlığa qoşulmağı məsləhət bildim. Bəlkə də bu dəfə çətin düşəcək. Heç özüm oxusum. Birincisi özüm tam hazırlaşa bilmirəm. Çünki keçən il universitetdə idim, tələbələrlə qalırdım və bu qədər işim yox idi, nə də yanımda qızım yox idi. Ona görə az da olsa özüm hazırlaşa bilmişdim. Amma bu dəfə həm özümün şəxsi evim, o evin işləri, həm dərs keçirəm, həm uşaq. Ona görə çatdıra bilmirəm. Yəni həm də biraz iradəsizlik edirəm, oxumuram. İstəsəm gecə səhər oturub oxuyuram, amma oxumuram. Bir aylıq özümü sınayıram. Əgər görsəm ki, oxuya bilirəm, həvəsim yenidən motivasiyam yüksəlib, başlayacağam yenidən özüm oxumağa. Yox, gördüm məşğələ mənə yaxşı təsir edir. Məşğələ ilə getsəm daha yaxşı olar müəllimlə. O zaman elə davam edəcəm. Bu gün zalımı yığıram. Təmizləyirəm. Dünən pəncərələrimi silmişəm. Nə qədər silsəm də içərisində elə bil qoşa şüşədir. Arasında iki şüşədə. Bu ikisinin arasında olan yer, yəni içəri tərəfi ləkəlidir. Yəni nə qədər silsəm də getmir. O şkafımı yığdım. Qızımın oyuncaq yerini yığdım. Televizorumun, şkafın tozunu aldım. Divanımı sökdüm, təmiz pir sosladım, yəni toz olmadım. Çırpdım döşəkçələrini. Xalçamı götürmüşəm, yeri pir sosladım. Amma artıq Zəhranın səbri qalmayıb, yemək yeyib yatmalıdır. Onun üçün saxlayıram burada işlərimi. Belə pərdələrimi gələcəkdə dəyişəcəm. Çünki yerdə çox böyük qalırlar. Bu da axıdır, keçinə biləcəklər ki, hətta. Ona görə bugünlük bu qədər. Bu qədər yox. Buranı siləcəm və dayandıracağam. Çünki elə buranı silmək, bunları yerləşdirmək gəlməm. Hazır dərs dediyim şagirdin vaxtına çatır. Qızımı yedizdirib yatızdırmalı, buranı silməli, yerləşdirməli, xalçasını salmaq tək başına özdə gəlib mənim məşğələ vaxtıma çatacaq saat 4-də. Ona görə bu günlük təkcə zal, sabah dəhliz və yaxud kuxna və yaxud yataq otağı haram təmizləsəm, sizlərlə yenidən bölüşəcəm. Sen mi baktın? Onu alma Zehra. Ne oldu? Bakın olmaz. Ne oldu? Güzel.
Yanımdan tutuyor. Gelin yapamam sana. Yavaş gelin. Anlama. Allah ne güzel kokuyor. Sana ne keseceksin? Siz bir bunun ayağını koymağına bakın. Ay kızım. Modunu sen. Hanımlar, bu da videonun sonu. Gördüğünüz şinyat belə getdi. Üstünü altını kəsdim, içini yedik. Tort eləmədim. Ama yandı da yani. Bugünlük videomuz bu kadar. Sağ olun. Bəli, bu da mənim şirniyyatımın son halı. Bu yiyiləsi olmadı, amma mən üstünü altını kəsdim, yanan yerlərini. İçini verdim, Zəhra yedi, özüm yedim, çayla falan içdim. Yəni tort olmadı, amma israf da eləmədik. Bugünlük bu qədər.